Azərbaycanımızın Yaponiya devləti ilə çox gözəl dostluq münasibətləri var və bugün biz Yaponiyada keçirilən 2 beynəlxalq rəsm müsabiqəsinin qaliblərini təltif edirik. Və sağ olsunlar, Azərbaycanda fəaliyyət göstərən Yaponiya səfirliyinin nümayəndələri bugün bizimlədirlər. Bugün bir çox uşağın əl işini gördüm və bu əl işlərinin hər birinə onların öz duyğularının, hisslərinin yansıdığının şahidi oldum. Düşünürəm ki, bu cür uşaqlar vasitəsilə iki ölkə arasında dərin köklər səviyyəsində, yəni bazı səviyyəsində yaranan əlaqələrin Yaponiya-Azərbaycan əlaqələrinin gələcək inkişafında böyük rolu olacaq. Yaponiyanın Kanakawa şəhərində və Tokyo şəhərində keçirilən beynəlxalq müsabiqədə şagirdlərim iştirak edərək orada böyük mükafatlar alaraq qalib oldular. Tokyoda birinci yer və diplomlar alıblar uşaqlar. Eyni zamanda Kanakawa'da Kanakawanın xüsusi mükafatını alıblar. Bir şey də qeyd etmək istəyirəm ki, Kanakawa'da artıq 23 ildir bu müsabiqə keçirilir və 1999-cu ildə elə mən də uşaq ikən bu müsabiqənin qalibi olmuşam. Azərbaycanı təmsil edərək birinci yerə və qızıl medala layiq görülmüşdüm. İndi də mənim şagirdlərim yolumu davam edərək böyük uğurlara imza atırlar. Yaponiyada keçirilən 2 müsabiqədə qalib olmuşam. Həm Kanakawa'da, həm də Tokyoda. Tokyoda keçirilən rəsmimdə heyvanların səsini çəkmişəm. Orada olan gözəlliklərini təsvir etmişəm. Kanakawa'da keçirilən müsabiqədə isə orada fəsli təsvir etmişəm, payız fəslini. Payız fəslini mən çox sevdiyim üçün oranın rənglərini təsvir etmək istəmişəm. Həm də bu yaxınlarda Amerikada keçirilən müsabiqədə qalib olmuşam.